Azəmir Bey, ictimai nəqliyyatdan dediniz ki, ictimai nəqliyyatdan siz də istifadə edirsiniz. Millət vəkili ictimai nəqliyyatdan istifadə edir. Biraz az rast gəlinəndir. Yox, bir də mənim cibimdə Bakı kart da var, göstərə də bilərəm sizə. Çox rahat şəkildə bəs nə? Tez-tez istifadə edirsiniz, yoxsa necə? Həftədə birinci dəfə olur. Məsəl üçün, son istifadə elədiyim 2 gün bundan qabaq idi, bazar günü. Amma çox həmkarlarınız qətiyyən heç ictimai nəqliyyatdan istifadə eləmir. İndi mən istifadə edirəm, çox rahat şəkildə. O sizin rahatçılığınız üçündür, yoxsa? Bəli, bir mənalı rahatçılığım üçündür. Bir tərəfdən ictimai nəqliyyatdan istifadə etmək mən özümü daha komfortlu hiss edirəm. Nəinki saatlarla tıxacda qalmaq məsələsində müqayisə elədikdə. Bu məsələnin bir tərəfi, digər bir tərəfdə istər-istəməz ictimai nəqliyyatda da orada müəyyən proseslər maraqlı olur da, izləyirik, qulaq asırıq. Adamların arasında olmaq. Danışırıq. Tanıyanlar da olur, onu da deyim sizə. Məsəl üçün, hər dəfə də olmasa belə, bir də görürsünüz bir avtobus baxırlar. Kimisi baxır, indi ola bilər nişanın üstündən oxuyur ki, Milli Məclisin deputatıdır, dərhal reaksiya verir. Məsələn, görürüm ki, yaşlı mənə böyük olan dərhal mənə yer verir, düşmə ehtiyac yoxdur da, mənə yaxşı duraram da. Yəni, belə nüanslar olur. Belə maraqlıdır, çox maraqlıdır və yenə də deyirəm, bu ictimai nəqliyyat da bizim həyatımızın bir hissəsidir. Yəni, ona görə də mən düşünürüm ki, əslində bundan çəkinmək yox, indi maksimum indi. Bilmirəm kimlər istifadə edir, ya istifadə eləmir. Mən rahat şəkildə istifadə edirəm və özümü komfortlu hiss edirəm. Yaxınlaşıb bir problemini deyən və yaxud bir kömək istəyən olur mu? Deyirlər, tanıyan da yaxınlaşır, tanımayan da yaxınlaşır. Olur ki, misal üçün, mən tez-tez bilirsiniz də, parkda gəzirəm də, yəni gün ərzində bir neçə min addım eləməyə çalışıram. Təbii ki, rəsmi paltarda yox da, nisbətən sərbəst bir geyimdə oluram. Onda da yaxınlaşırlar. Yəni, efirdən tanıyanlar var. Yəni, müxtəlif cür mövzularla, biri kimisi məşğulluqla bağlı, kimisi səhiyyə ilə bağlı, kimisi, misal üçün, parkda elə yaxınlaşan bir adam uşağının təhsilinin məsələsində dəstək olmaqla bağlı. Məsələn, xaricdə təhsil var, o müəyyən dövlət proqramlarına salınması və digər məsələlərdir, yollarını öyrənirdi.